Gün ərzində ən çox açılan qapı hansıdır? Elə sən də mənimlə razılaşacaqsan. Əlbəttə ki, soyuducu. Elə buna görə də seçdiyin soyuducu modeli həm rahat, həm də gündəlik həyatına uyğun olmalıdır. Yoshiro'nun bu soyuducu modeli ilə tanış ol. Bu model alt dondurucu quruluşu ilə gündəlik istifadəni daha rahat edir. Ən çox istifadə etdiyin soyuducu bölməsi göz səviyyəsində, dondurucu isə aşağı hissədə yerləşir. 323 litr həcm ailə üçün kifayət qədər geniş sahə yaradır. Həftəlik alış-veriş, iri qablar və gündəlik məhsullar rahatlıqla yerləşir, içəridə sıxlıq hissi yaranmır. No-frost texnologiyası sayəsində soyuducunun içində buz yığılmır, soyuq hava bütün bölmələrə bərabər paylanır. Üzərində yerləşən elektron displey temperaturu dəqiq tənzimləməyə imkan verir. Və dizayn, qara şüşə qapı bu modeli sadəcə məişət texnikası deyil, mətbəxin əsas vizual elementinə çevirir. Minimalist, zərif və müasir görünüş hər interyerə asanlıqla uyğunlaşır. Mətbəxində həm rahatlıq, həm də zəriflik istəyirsənsə, doğru seçim məhz budur. Yoshiro.